2004-cü il oktyabr ayının 15-də Nəsimi rayonu 20-ci polis bölməsinə Zorge adına bağda 2 nəfərə silahlı basqın edilməsi və bunun nəticəsində onlardan birinin xəsarət alması haqqında məlumat daxil olur. Polis və təcili yardım işçiləri hadisə yerinə gəldikdə cavan oğlanın artıq dünyasının dəyişdiyinin şahidi olurlar. Basqına məruz qalan digər zərər çəkənin verdiyi məlumatdan aid edilir ki, ölən şəxs Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olub. Oktyabr ayının 15-də axşam saat 22 radələrində vətəndaş Ələsgər İskəndərovla telefon əlaqəsi saxlayan polis əməkdaşı onu Nəsimi rayonu 20-ci polis bölməsinə dəvət edir. Oğlunun evə qayıtmamasından narahat olan ata özünü tez bölməyə çatdırır. Hadisə ilə əlaqədar Nəsimi rayon prokurorluğunda cinayət işi başlayır. Zərərçəkən qismində dindirilən Ələsgər İskəndərov bildirib ki, saat 17:30-da oğlu onun mobil telefonuna zəng edib, dərsdən çıxıb metroya düşdüyünü və birazdan evə gələcəyini deyib. Lakin xeyli vaxt keçməsinə baxmayaraq Seymur evə gəlib çıxmayıb. Saat 18:30-dan etibarən oğluna məxsus Nokia 6230 markalı mobil telefonu söndürülüb. 2 gündən sonra sözügedən ölüm işi ilə bağlı həmin axşam mərhum Seymur İskəndərovun yanında olan yoldaşı 1987-ci il təvəllüdlü Rusiya Humanitar Akademiyasının Bakı filialının 1-ci kurs tələbəsi Vüqar Cəfərov şübhəli şəxs kimi saxlanılır. Həmişəki kimi Seymurla parkda gəzərkən arxadan bir nəfərin onlara yaxınlaşıb bıçaqla hədə-qorxu gələrək mobil telefonlarını almasını söyləyir. O, həmin şəxsin Seymura bıçaq zərbələri vurmasını görmədiyini deyir. Vüqar Cəfərovun ona verilən suallara qeyri-səmimi cavablar verməklə istintaqı yanlış istiqamətə yönəltməsinə şübhə qalmır. 15-i tarixində. Saat neçədə? 6-nın yarısı 6-ya işləmiş, belə 6-ya qalmışdı, 6 olmamışdı yəni. Kimə zəng eləmiş? Mərhum İskəndərov Seymur'a. Nəyə görə zəng eləmiş? Görüşmək üçün əvvəlki kimi. Əvvəlki kimi nədir? Yəni, görüşməyə də gəzmək məqsədi ilə zəng eləmiş. Bir dəfə mən ona zəng eləmişəm, bir dəfə o mənə zəng eləyib, sonra təzələn mən ona zəng eləmişəm. Sonra? Sonramdakı mən çıxıb gedmişəm. Bir dənə orada çanıb görmüşəm ki, Elmir. Diriyib bıçağı mənə vermişəm. Ona da verib, mən orada onun qolundan da tutmuşam, yenə də vururum. Yəni, burada mən heç bir o ilə əlaqəm olmayıb ki, o ilə bir yerdə görünməsə iş. Vüqar Cəfərovun yalan danışmasına baxmayaraq, əməliyyat istintaq qrupu işini düz istiqamətdə qurur və ayın 20-sində faktla bağlı 1987-ci il təvəllüdlü 35 sayılı orta məktəbin 10-cu sinif şagirdi Mirhabil Qaçayev və 1984-cü il təvəllüdlü Zorge adına bağda yerləşən pnevmatik tir köşkündə işləyən İlqar Edilxanov həbs olunurlar. Onların verdiyi ifadələrdən məlum olur ki, həmin axşam basqın və ölüm hadisələrini törədən 1982-ci il təvəllüdlü Yevlax rayon sakini Elmir Qarayevdir. İlqar Edilxanovun sözlərinə görə oktyabr ayının 15-də Elmirlə Vüqarın tirdə apardıqları söhbətdən ona məlum olub ki, onlar Vüqarın dostunu bir yerə dəvət edib, onun pulunu və telefonunu götürməyi planlaşdırıblar. Görüş yeri dəqiqləşdiriləndən sonra əvvəl Vüqar, sonra isə Elmir tirdən çıxıblar. Təxminən 25-30 dəqiqədən sonra Elmir tirə qayıdıb və həyəcanlı şəkildə Vüqarın tanışından telefonu və 96 min manat pulu götürərkən onu bıçaqla vurduğunu deyib. 2 ədəd mobil telefonu və pulu çarpayının üstünə tullayaraq Azadlıq prospektindəki kompüter salonunda olacağını söyləyərək gedib. Seymuru nəyə görə salonunda? Demək ki, dedi mənim onun borcum var, borcu qartım. Nə qədər? Məncə 10 şuradan qaytarım. Ayrıca nə qədər borcum bilirəm, 10 şuradan qaytaracam. Borcunu qaytarmaq. Borcum qaytarmaq demək ki, tirdə yəni söhbət, Elmirlə söhbət etmək ki, mən çağıracam. Sən alarsan bunları telefonu. Necə alarsan? Deyirəm, bıçağı da artıqın deyirsən ona, mənə, bıçağı deyirsən, məndən istəyərsən, mən də verəcəm, mən onu verəcəm. Bu sözləri deyəndə siz kim olmuşsunuz? Mən olmuşam, Vüqar olub, Elvin bir özü. Vüqar deyil. Bəli. Bəs Elmir nə dedi?
Elmir dedi ki, mən razıyam, məndən bir şey edər. Bəs danışdılar, harada, necə, nətər? Dedi ki, bu dərsdən çıxanda, dedi mən əsasən onu çağırıb gələm parka, Akrobat xassəsində olar. O dedi ki, o mən eşitməli olan dedi ki, dərsdən çıxanda zəng eləyərəm, görüşərəm. Deyərəm, gedim, gələrəm. Sonra nə oldu? Sonra o da deyib ki, o uşaq qorxamışlardır, yəni nə istəsəz, onu verə bilərlər. Bir dəfə alırlar o telefonu, istəsə biz də istəsə verərlər, yəni sən istəsə ondan, sana da istəsən, verərlər. Yoldaşlarının verdiyi ifadələrdən sonra Vüqar Cəfərov yenə də səmimi ifadələr verməkdən boyun qaçırır. O, Elmir Qarayevin adını ilk günlər istintaqa söyləməməsinin səbəbini güya onlara hücum edən şəxsin dəqiq Elmir olub-olmadığını bilməməsi ilə izah edir. Bəs siz Elmiri tanıyırdınız, neçə müddət tanıyırsınız? 2 aya yaxın olar. Elmiri tanıyırsınız. Bəs əgər siz danışmamışdınızsa, yəni aranızda bir razılıq yoxdursa, Elmir hücum eləyəndə sizə və o cümlədən Seymura, İskəndərova, niyə onda ona qarşı bir etirazınızı bildirmədiniz? Demədiniz ki, Elmir, biz tanışıq, belə şey niyə eləyirsə? Mən qorxdum ki, bunlar, həm də ki, fikirləşdim ki, mən gedib onu hardan olsun, tapıb alaram telefonu. Kimi tapıb alasın? Elmiri. Bəs hadisə vaxtı Elmir Şahran Seymuru vurur, xəsarət etir. Düzdür? Bəs elə onda niyə kömək eləmədiniz? Mən onun qırmağını qaçıb gedəndən sonra görmüşəm. Haradasa görmüşəm gözləri, axır şillələmişəm, görmüşəm üstüm qandır. Mən qısa və konkret onu deyə bilərəm ki, mən satqıncılıq istəməmişəm eləyim. İstəməmişəm ki, adım elə çıxdım mənə. Ki, filankəsi yanında nəsə elədi, gördü, dedi. Mən demirəm, yenə də dostumdur. Məsələn, doyardı ki, mən də doyardım. Burada ölümdür. Mən bilirəm ki, İstəməmişəm ki, deyilsin ki, saxdır. Həm də ki, mən istəməmişəm ki, gələcəyinə özümə düşmən qazanım. O haçansa çıxacaq, bəlkə yenə də gəlib məni öldürəcək. İstəməmişəm düşmən qazanım. Qorxmuşam. Bəs belə halında sizə belə çıxış onda Seymuru öldürdü və sən də, mən başa düşməm sənin məntiqi, satmaq nəyə deyirsən sən? Sənin dostunu öldürüb. Əgər dostunu öldürübsə, onda sən niyə bunu gizlətməlisən? Və ona da hələ bir ayrı bir fikirləşsən ki, birdən gəlib deyə belə oldu. Yalnız istəməmişəm də deyim. Desəydim, ayın 15-i mənlə bilirdim ki, Elmir bölmədədir. Onda da deməmişəm. Niyə demədin? Qorxmuşam. Kimdən? Özümdən. Polis bölməsində burada, yəni, qorxulu bir yer də deyil. Yəni, niyə demədin bəs? Əgər əlbir deyildirsə, qabaqsadan fikirləşməmişsə, mən şəxsən fikirləşirəm ki, ona görə deməmişsən ki, əlbir idiniz. Və qorxdun ki, desəm, Elmir eləyib, Elmir də deyəcəkdi ki, bəli, Vüqarla qabaqsadan fikirləşmişik, bu formada hadisə baş verir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ayının 21-də Elmir Qarayev Yevlax rayonunda yaxalanır. Bildirir ki, 2004-cü ilin iyul ayında Yevlax rayonundan işləmək üçün Bakıya gəlib. Yasamal və Sabunçu rayonlarında şəxsi evlərdə fəhlə işləyib, müvəqqəti Xırdalan qəsəbəsində yaşayıb. Təxminən 2 ay qaldıqdan sonra Azadlıq prospektindəki tirdə işləyən həmyerlisi İlqarın yanına gəlib və rayona qayıtmaq istədiyini söyləyib. Lakin İlqar yaxınlıqdakı tikintidə ona iş tapa biləcəyini vəd edib, tirdə müvəqqəti yaşaya biləcəyini deyib. Vüqar ona Bakı Dövlət Universitetində oxuyan dostu Seymura hədə-qorxu gəlib, mobil telefonunu almağı təklif edib. Elmir əvvəl buna razı olmayıb, lakin Vüqar əl çəkməyib və bu işdə problem olmayacağına söz verib. Oturmuşduq tirdə oturmuşduq. Vüqar Cəfərov gəldi. Dedi ki, mənim borcum var, mənə elə bil ki, sənin bir dənə köməyin lazımdır. Dedim, eşdirəm. Bu söhbət yerində Habib, yəni Mir Habib, İlqar, mən və Vüqar dördümüz idi. Dedim, mənim kiməsə borcum var, 150 dollar və uşaqlar diriyiblər, borcunu istəyirlər. Və bir dənə sinif yoldaşım var, adı Seymurdur, əvvəl bir yerdə oxumuşuq. Bundan da əvvəl haçansa, yəni soyublar onu. Yəni telefon zadını aparıblar, yəni problem yoxdur.
Yəni ki, uşaqdır da, yəni bıçaqla qorxudastan yalandan çıxarıb hər şeyini verəcək. Dedim ki, ilişərəm də, yəni mən 2-dən bir də işlə məşğul olmamışam. Dedi, problem olmayacaq, qorxaq uşaqdır. Dedim, mən olar. Sonra getdik, hadisə yerinə, mən zəng elədim. Vüqar etdim, haradasan deyib. Zooloji parkında, o biri başda, gözün heykəlin yanında. Getdim ora, Vüqar mənlə üzbəyiz gəldi, dedi, otur gələ. Sonra gördüm, keçirlər. Mən də bunların arxasına getdim. Vüqar Cəfərov və Seymur İskəndərov Tibb Universitetinin qarşısında gəzərkən Elmir Qarayev arxadan onlara yaxınlaşıb. Əvvəlcə bıçağı Vüqarın böyrünə diriyərək ondan pul və telefonu tələb edib. Dərhal Vüqar pul və Samsung markalı mobil telefonunu ona verdikdən sonra Elmir Seymurun yaxasından yapışıb və bıçağı onun qarın nahiyəsinə diriyərək telefonunu tələb edib. Lakin Seymur İskəndərov gözlənilmədən ona müqavimət göstərib və onlar əlbəyaxa olublar. Hadisənin harada baş verəcəyi barədə əvvəlcədən planınız olub? Plan olmuyor. Vüqar mənə bir şeir təşkil elədi, sadəcə olaraq mən o yerləri tanımadığıma görə atqaz elədim. Demək olaraq tanımıram. Dedi, onda bir sakitlə yerə gətirəcəm gözün heykəlinin yanına Zooloji parkına. Oradan mən çəkərəm bir sakit bir yerə özün yaxınlaşarsan. Yəni özün bir məsləhət bildiyin yerdə özün yaxınlaşarsan. Siz necə fikirləşsiniz? Həmin yerdə Seymur artıq siz bıçaqla vurandan sonra Vüqarın da sizlə bir yerdə olmasından şübhələndi, yoxsa yox? Məncə şübhələnmişdi, çünki Vüqar kənarda qalmışdı, heç nə eləmirdi. O dedi ki, Vüqar adam kişi olar, gəl kömələ. O moment Vüqar yaxınlaşanda Siz artıq vurmuşdunuz onu, bıçaq. Seymuru xeyr vurmamışdım. Sadəcə olaraq başımla və dizimlə zərbə indirmişdim. Onda vurmamışdım. Dedi ki, adam kişi olar, gəl kömələ. Onda mən də şübhələnmişdim ki, yəni biz Vüqarla bir yerdəyik. Sizin Seymuru bıçaqla vurmağınızı Vüqar gördü. Hələ bir gördüm. Yanımızdaydı da dediyim kimi, məndən bir metr yarımda uzaqdaydı bizdən. Həm birinci dəfə vurmağınızı, həm ikinci Bəli, dəfə. görürdü də, hamısını görürdü. Bilmədin harasından vurdun bıçağı? Yenmişdi, dediyim kimi də, mən onu vuranda əyilmişdi o. Yəni, təxmini attım qarın tərəfə, amma ürək nahiyəsi tərəfə yox, yəni dediyim kimi. Dedim, döş qəfəs tərəfdən və qarın tərəfinə vururum. Birinci bıçaq dediyim kimi, atanda dəymədi. Yəni necə, dəydi, qatdan da öz əlini kəsdi. Mən ifadəmdə də yazmışam bunu. Dedim, yəqin dəymədi də bıçaq, yəni dəymədi. Dedi ki, oldu, bıçaq qutardı. İkinci bıçaq atanda, yəni mən bıçağa zərbə vermirdim. Yəni, öz güc vermirdim bıçağa. Elə təxmini, yəni əlimdə nə var, belə boş atdım bıçağı. Mən yenə də hiss eləmədim ki, bıçaq dəyibdir. Yəni, çünki öz də bir üzə vermədi. Yəni üzü o tərəfə gedirdilər. Bəli, üzü o tərəfə gedirdilər. Mən keçdim belə aralarına, bıçaq əlimdə açıb. Dirədim belə, tutdum Seymurun qolunu. Vüqarın da pul əlindəydi, cəbotobot verirdi Seymura pulu. Dirədim, dedim, əlində nə var, qoy cibimə. Qoydu pul cibimə, sonra da telefonunu çıxartdı, qoydu. Vüqarı belə itələdim, dedim, aralaş, sən aralaş. Bıçağı dirədim Seymura. Belə, tutmuşam qolunu. Dedim, nəyim var, qoy cibimə, dedi, yox, vermir. Tutdu bıçağın belə tiyəsindən. Sən dəqiqləşdirdin, nəyə vermənə? Dedim, cibində nə var, ver. Dedi ki, heç nə yox, dedim, telefonu çıxar. Telefonumu çıxar, dedi, verin. Tutdu bıçağın tiyəsindən. Moment bıçağı mən çəkdim, bıçağı çəkdim. Dedim, bıçaq əlini kəssin, qorxmaq mənasında. Qorxar da uşaq. Qorxar bıçaq əlini kəssin. Gördüm, yox, məni əlbəyaxa çıxar. Əlbəyaxa çıxanda mən çəkdim bunu. Belə çəkdim salanda mənim ayağım büdrədi. Çəkdim salanda mənim ayağım büdrəyən fason oldu. Mən düşəndən kimi o mənim olan görəcəmi çəkdi başıma. Çəkdi, məni əydi aşağı, məndən boyda hündürüydü. İyi başladı mənə zərbələr yenilməyə. Mən də belə momentdə durmuşam, belə, bıçaq da əlimdə, sağ əlimdə. Altdan yuxarı zərbə yenildim Seymurun sifətinə, baş nahiyəndən sifətinə kəllə vurdum. Yenəndə əllərim bıçaq əlimdə, tutdum boynun dalına, sifətinə vurdum. Sifətinə vuranda oturdu. Oturdu, buradan oturdu, belə arxası belə. Oturdu, Vüqara durub burada. Arası da buralar, belə durub burada. Vüqara ilə ki, Vüqar adam kişi olar da kömək elə. Vüqar da demiş ki, əgər nəsə olsa vurarsan, mənə də vurarsan ki, yəni inansın da, yəni ki, biz bir yerdə deyil. Nəsə olsa, yəni nə? Yəni onlar davazad olsa, sən əgər onu vurub eləyəsə olsan əllə də, zərbə göstərəsə olsan, vurası olsan, yəni mənə desə ki, kömək elə, mən də kömək elə gələcəm, sən mənə də vurarsan ki, güya biz bir yerdə deyilik də, inandırarsan onu.
Yəni ki, inansın ki, biz bir yerdə deyil də, şübhələnməsin. Bu moment Seymur Vüqara dedi ki, Vüqar, adam kişi olar da, gəl kömələ. Bu moment deyə qalxdı, mən əlimi qoydum Seymurun belinə, Vüqara təpiklə vurdum sifətinə. Vüqarın sifətinə təpiklə vurdum, Vüqar oturdu. Seymur qalxdı, dedi, oldu, pis yox. Oldu, dedi, yenə mənə əlbəyaxa çıxdı. Dedi, oldu, telefona, dedi, əlbəyaxa çıxdı mənə. O moment mən bıçağı atdım bunu. Bıçağa zərbə indirdim buna, dedim, qarın nahiyəsinə dəysin, qorxsun da, qan çıxsın, heç olmasa, uşaqlı qorxacaq. Bıçaq batmadı. Yəni, bıçaq dəysə də, qayıtdı öz əlimi kəsdi mən. O dedi ki, nə oldu, telefonu çıxartdı, atdı belə. Telefonu atdı beləmdi, mən dedi, get götür. Mən də Vüqara dedim ki, Vüqar adını çəkmədim, dedim, telefonu gətir, qoy cibimə. Qoyub cibimə gedəndə, mən əl çəkmədim, mən əlbəyaxa çıxdı. Başladı zərbələr yendirməyə. Mən yenə bıçaq atdım buna. Yenə deyirəm, öldürmək məqsədi ilə yoxsa qorxmaq məqsədi ilə ki, heç olmasa bir yerinə ilişsin, deşib eləsin, qorxsun. Bir bıçağı atdım, zərbə yendirmirdim. Yəni ki, güc vermirdim bıçağa, elə belə boş atdım bıçağı. Bıçaq gedib dəydi, yəni hiss eləmədim, dəydi, yəni dəymədi. Yəni hiss elədim nəsə, mənə dedi ki, oldu, pis yox. Çıx getdi, oldu, qutardı, çıx getdi. Qorxunun uşağında telefonu da verdim, pulu da verdim. Niyə qaçıb getmədin? Deyirəm ki, o mənim dostumdur. Sonra yenə də mən onun atasının, anasının qabağında ki, Vüqar qoydu, qaçdı. Ya elə bir alardı ondan telefonu zadı, heç nə eləməzdi özünə. Səhər gəlib mənə deyərdi ki, mən səninlə yol çıxmışam, mənə qoyub qaçdı. Mən bacardığımı eləmişəm. Bəli, düzdür, bacardığını Düzdür, sən eləmişsən. bacardığını eləmişsən, həqiqətən. Sizlə Vüqarın arasında məsafə nə qədərdir? Hardasa belə də 2 metr, metr yarım belə olar. Vüqar hərəkətsizdir. Hərəkətsiz durmuşdur. Sizin onu bıçaqla Seymuru vurmağınızı Vüqar gördü. İkinci dəfə də gördü. Bəli, ikinci dəfə də gördü. İstintaqın gedişatında Elmir Qarayev və Vüqar Cəfərovun ifadələrində ziddiyyətlər yarandığından onları üzləşdirmək zəruriyyəti yaranır. Elmir Vüqarın üzünə əsaslandırılmış şəkildə bildirir ki, Seymur İskəndərova qarşı quldurluq cinayətinin törətdiyi Vüqar təşkil edib. Qarayev Elmir'in sizə qarşı verdiyi ifadəni eşitdik. İfadəni nə deyə bilərsiniz? Düzdür, mən oradan qolundan da tutmuşam. Bir də ki, mən deməmişəm ki, gedək Seymurdan nəsə telefon götürək, yəni bunların oldu şahid. Mənim bir dənə səhvim onda olub ki, bilmişəm Elmirdir, ayın 15-i, həm də görmüşəm ki, ölür, demişəm cavan oğlandır, tutulmasın, ona görə adını deməmişəm. Mənim səhvim bir daha olub ki, ayın 15-i deməmişəm onun adını, onlar üçü də azad olur, fikirləşir. Mən bir dənə təqsirli özümü bulunan bildim. Azərseldən çıxanda bilinir, yəni oradan çıxan növbələri bilir. Mən səhər zəng eləmişəm, hadisə vaxtından 10-15 dəqiqə qabaq. Yəni orada da ki, Allah qoysa çıxacaq. Bir deyir, mənə zəng olunur, bir dənə 2-3 arası, yəni başqa vaxt mənə zəng gəlmir. Pat mən zəng eləmişəm ona, hadisədən 5-10 dəqiqə qabaq, arası 10-15 dəqiqə qabaq. Zəng eləmişəm, 10-15 dəqiqə yoxdur, yəni hadisə olandan sonra belə hesablı. Yəni zəng edib mən Priyama getmişəm Vüqara, yəni. Haradasan gözümlə də gəlirəm, bir kəlmə getmişəm oraya. Yəni ki, Azərseldən də çıxanda nömrələr, yəni bir nəzər halıdır sağda hər şey. Onda görəsiz ki, mən düz deyirəm yoxsa. Belədir ki, Habil buradadır, yəni Allah şahidi, Habilin yəni söhbət olunur. Yerə geçsin mən Habillə danışmıyorum, yəni özünün verdiyi izahatda hər şey var. İlqar, Habil, hər şey. Yəni hər şey az. Mən fakt bu cinayəti eləmişəm. Mən burada nəyə görə gizlərim ki, bilirəm ki, mən cinayətə görə cəzanı alıram. Mənim burada yalan danışmağın bir mənası yoxdur. Ya yalan danışsam da burada mənə heç bir şey kömək olmur. Yəni ona görə səmimi olaraq deyilmişəm hamısına deyiləm. Cinayət işinin istintaqı zamanı Elmir Qarayev və Vüqar Cəfərovun zərərçəkmiş şəxs haqqında rüsvay edici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayəti törətmələri məlum olur. Elmirin sözlərinə görə ölüm hadisəsindən təxminən bir həftə əvvəl Vüqar ona keçmiş sinif yoldaşı ilə bir yerdə Slavyan Universitetində oxuyan 1986-cı il təvəllüdlü Nigar adlı qızın Vüsal adlı oğlanla görüşdüyünü deyib. Nigarın ata-anasının bu barədə məlumat almasından bərk qorxduğunu söyləyib və qızın mobil telefonunun nömrəsini ona verib, təklif edib ki, Elmir zəng edib şantaj yolu ilə Nigardan $300 məbləğində pul tələb etsin. Bu $300 şantaj məsələsi. Bu nə məsələdir? Ondan ona xəbərim yoxdur. Xəbəriniz yoxdur. Qız məsələsi. Bu Ruslan kimdir və? Ruslanla tanımır. Yox, mənim təzək yoldaşım.
Mən dostum olub, o dəliləyəcək. O istəyən onu ustalaşdır. Mən ki, o hər tərəfdə sizə söhbət edirəm. Mənim hər tərəfli ceyb maraqlama dərsi. Bunu istədiyi qızla, biz məktəbdə oxuyurlar. Yəni, bu istədiyi qızın əli ilə, yəni bilib ki, o bir yaşlı oğlanla, adı Vüsal Pamanlı, BMW-si var, qarar köməli yerlərdən, o oğlanın dalçasında görüşürlər. Bu da deyir ki, onun anası Göhər xanım. Anasının adı mənə deyib, Göhər xanım ev nömrəsindən vermişdi, mobil nisindən vermişdi qızı. Mənə cin kart nömrəsində. Mən hər tərəfi mənə kurs elədi söhbətlə. Dedi ki, qızın ata-anası stroqdur. Yəni ki, bilsələr qızı yukarısında pis olar. Yəni, terin içində yəni söhbət İlqarın nə yanında olub Habil'dir. Biz həmişə kollektiv olmuşuq bir yerdə. Yəni, o söhbəti Habil də bilir. Yəni, onların yanında söhbət eləmişəm, mən bir yerdə. Qıza da mən 300 dollar demədim. Haradasa insafım, ürəyim yandı qıza. Dedim ki, 200 dollar. 200 dollar. Vüqar orada mənə dedi ki, mənə 150 dollar borcum var. Bunun fikri oymuş, 150 dollar məndən götür, orada mənə 50 dollar olacaq. O qız dediyi razılaşdı 200 dollar verdi. Birinci razılaşdı. Dedi ki, zəng edərsən, mən daha bir həftə vaxt qoydum. Bizim həftənin bazar günü zəng edib pulu götürəcəm. Sonra oldu ki, Vüqar dedi ki, bazar günü iş olunur. Yəni, dərsi olunur, ola bilər ki, özündən başqa adamlar da tutularsan. Yəni, 5-ci, 6-cı gün, yəni belə zəng edib, 4-cü gün dərslər olunur. 5-ci, 6-cı gün zəng edib, deyəm ki, pul üstündə olsun, bu öyrəmə gəlib götürə bilərəm. Gedib evin üstündən götürərsən. Aydın. Elmir Qarayev, Vüqar Cəfərov, İlqar Ədilxanov və Mirhabil Qaçayevin təqsirləndirmələrine dair 90-109 sayılı cinayət işi üzrə ittiham aktı 17 fevral 2005-ci il tarixdə təsdiq edilir. 2005-ci ilin aprel ayında məhkəmə sədrinin elan etdiyi hökm qərarına əsasən Elmir Qarayev 15 il, Vüqar Cəfərov 10 il, İlqar Ədilxanov və Mirhabil Qaçayev 9 il azadlıqdan cəzasına məhkum olunurlar. Elmir Qarayev tərəfindən törədilən quldurluq hadisəsi Vüqar Cəfərovun təklifi ilə həyata keçirilib. Qeyd edək ki, sözü gedən mobil telefonu Seymur İskəndərova hadisədən 1-2 həftə əvvəl hədiyyə olaraq atası bağışlamışdı Bakı Dövlət Universitetinə daxil olması münasibətilə.